Cümlələri inkara çevirməyi bizdən istəyir. Negative words and sentences dərsinə aid bir testim. Deməli, baxırıq. There was a dictionary and an encyclopedia in the reference library. Təsdiqli olan bir cümlədir. Biz bunu çevirməliyik inkara. A variantına baxsaq. There was neither dictionary nor encyclopedia in the reference library. Bilməliyik ki, neither nor inkar bağlayıcısında əgər özündən sonra sayıla bilən tək isim gələrsə, biz bunun qarşısına article, qeyri-müəyyənlik artiklını verməliyik. Burada da article olmadığı üçün A variantını atırıq. B variantına baxsaq. There was neither a dictionary nor an encyclopedia in the reference library. Aha, həmin dediyimiz qayda burada özünü göstərir. Neither norla bağlayıb, özündən sonraki isimlər sayılan isim və tək isim olduğu üçün qarşısına article verib. Deməli, cavabımız olacaq B variantı. Digər variantların səhvinə baxsaq görərik ki, C variantında there was no dictionary and an encyclopedia in the reference library and ümumiyyətlə inkar cümlədə işlənmir. Onun əvəzinə or işlənməlidir. C variantını atırıq. D variantında da həmçinin there was not either dictionary or an encyclopedia in the reference library. Bunun səhvi də deməli orada olacaq ki, either or ifadəsi bağlayıcı ümumiyyətlə inkar cümlədə işlənməz. Burada inkar olduğu üçün, yəni burada işlədə bilmirik. Y variantında there was not a dictionary and. Yəni burada həm and var, həm də cümlənin deməli sonunda xəbəri inkardadır, amma sonunda nə var? To var. To da demişdik ki, inkar cümlədə işlənməz. Ümumiyyətlə inkarda işlətməyəcəyik hansıları? To, also, so, as well. Bunları həmçinin either or və yaxud da işlədəcəyik some və some'ın törəmələri, both, hardly, bunlar ümumiyyətlə inkar cümlələrdə işlənməyəcək. İkinci suala baxırıq. When Albert Einstein went to school, neither his parents nor his teachers knew about his abilities. Aha, heç bir səhvi olmayan düzgün şəkildə qurulmuş bir inkar cümləsidir. Yəni bağlayıbdır. Neither nor inkar bağlayıcısından. Heç bir problem yoxdur. Dün və düzdür. A variantı düzdür. Digər variantların səhvinə baxsaq. I couldn't let him go without no word of comfort. Bir cümlədə iki inkar olmaz. Elə buna baxan kimi silirik. There is hardly somebody for me to work with. Aha, baxırıq yenə buradan. Some törəmələri dedik inkarda nə edəcək? İştirak etməyəcək. Amma cümləmizə inkarlıq qatan isim, daha doğrusu söz hansıdır? Hardly. Hardly öz inkarlıq ifadə etdiyi üçün onun deməli xəbəri təsdiqdə olur. Lakin qeyd etdiyimiz kimi some və some'ın törəmələri inkarda işlənmədiyi üçün hardly ilə bir cümlədə işlənə bilməz. D variantında the driver hadn't to practice a lot to drive faster either. Deməli ümumiyyətlə görən kimi, bu tipləri görən kimi avtomatik səhv götürürük. Niyə? Çünki had to modal feilinə, have to, has to, had to modal feilinə sualı və inkarı köməkçi feillərlə düzələcək. Yəni had to-dursa didlə, has to-dursa does-la, have to-dursa do ilə, sualı və inkarı onların köməkçi feilləri ilə düzələcək. Özündən yox. Ona görə hadn't to deyə bir şey görən kimi onu biz avtomatik səhv hesab edirik. Y variantının səhvinə baxırıq. Mary doesn't shopping in the evening. Aha. Bu tip birləşmələrdə ümumiyyətlə məsələn, to do shopping və yaxud da to do some, bu kimi ifadələr, to do homework, ev tapşırıq etmək, misal həll etmək, alış-veriş etmək kimi ifadələrdə to do, yəni bu do-nun özü əsas feil kimi çıxış edir. Bu doesn't isə burada köməkçi feildə inkarlıq yaradıb. Əslində burada olmalıydı. Mary doesn't do shopping in the evening. Yəni bu formada olmalıdır. Əsas feilimiz burada olmadığı üçün ya variantına biz düzgün götürə bilmirik. Üçüncü suala baxırıq. There was a letter and a telegram in her handbag. Aha. Baxırıq deməli. There was neither a letter nor telegram in her handbag. Burada yenə neither norla bağlayıb, özündən sonraki isim sayılan tək olduğu üçün qarşısına artiklı vermədiyi üçün A variantını atırıq. B variantında nə var? There was no letter or a telegram. Ümumiyyətlə no or birləşməsində yadımıza saxlayırıq ki, article işlənməz. Qeyri-müəyyənlik artiklı olmamalıdır. Burada isə E olduğu üçün bunu da səhv götürürük. C variantında there was not letter and telegram in her handbag too. Aha, həm burada was not var, həm to var. Qeyd etdik ki, to inkar cümlədə işlənmir, ona görə C variantını da atırıq. D variantına there was no letter or telegram in her handbag. Ən düzgün cavab no or birləşməsində özündən sonraki sadəcə ismin özünü verib, artiklsız cavabımız olacaq D variantı. Y variantında da görə bilirik ki, cümlənin sonunda to var, ona görə Y variantı da səhv olacaq. Dördüncü suala baxırıq. I like such people either. Deməli, either'ın deməli burada qeyd etdik ki, xəbəri olmalıdır. Deməli, xəbər olmalıdır inkarda. Burada isə xəbər nədədir? Təsdiqdə. A variantı ona görə səhvdir. B variantına don't var, cümlənin sonunda da to var. Dedik ki, to inkarda işlənməz. B variantını atırıq. Also inkarda işlənmək
işlənməz C variantında atırıq. I don't like such people either. Aha, dediyimiz cümlə burada özünü göstərir. Ayzənin xəbəri olmalıdır, inkarda. Y variantında xəbər nədədir? I like such people neither. Deməli, burada neither əslində harda olmalıydı? Neither cümlənin sonunda işləmir. Neither cümlənin əvvəlində işlənəcək. Məsələn, deyə bilərsən ki, neither do I, neither does she bu formada. Ona görə Y variantında atırıq. Cavabımız olur D variantı. 5-ci suala baxırıq. My companion will join us too. Bu da yenə təsdiqdə olan bir cümlədir. İndi bu cümləni biz çevirməliyik inkara. My companion will not join us either. Aha, yenə A variantımız olacaq. Doğru. Ayzənin xəbəri burada gördüyümüz kimi inkardadır. Digər variantlara baxsaq görərik ki, not var, to var, yanlışdır. Want var, also var, yanlışdır. Daha sonra nə var burada? Neither yenə cümlənin axırına verib, olmaz. Y variantında my companion join us either. Yəni Ayzənin demişdik xəbər nə olmalıydı? Buradakı kimi inkarda olmalıydı. Bu da təsdiqdə olduğu üçün Y variantında seçə bilmirik. Daha sonra baxaq 6-cı suala. There is a book and a journal in the back. There is neither book nor journal. Yəni görən kimi baxırıq ki, burada neither oradan sonra sayılan isim olduğu üçün, tək olduğu üçün qarşısına artikl olmalıdır. Burada isə yoxdur. A variantına görə atırıq. B variantına baxırıq. There is no book or journal in the back. Aha, doğrudur. No or birləşməsində artikl işlənməz. B variantını ilə düzgün olaraq götürə bilərik. Digər variantlara baxsaq, there is not a book and a journal. And-lə bağlayıb, olmaz. There is no any book or a journal. Demişdik, no or birləşməsində artikl olmamalıdır. D-ni də atırıq. Y variantdan there is not book and journal in the back. Yəni, and-lə bağlayıb, həm də notdan sonra avtomatik isim gəlməz. Mütləq arasında N-ni bunlardan biri işlənməlidir. Ona görə Y variantında atırıq. 7-ci sualda Philip had neither a brother or sister. Bilirik ki, neither'nin qarşılığı nədir? Neither'nin digər parçası, hissəsi nordur. Or olmaz. A variantını atırıq. Philip hadn't neither bir arada işlənməz. Ümumiyyətlə, iki inkarı burada o dəqiqə görə bilirik. B variantında atırıq. C variantına baxırıq. Philip had not brother and sister too. Həm burada to var, həm not var. Bir arada işlənməz. Philip had no brother or sister. Ən düzgün cavabımız budur. No or birləşməsidir. Özündən sonra artikl da verməyib. D variantı doğru olacaq. Sonra Y variantda da burada and-dən bağlayıb, ümumiyyətlə no-dan sonra da demişdik ki, avtomatik ismin özü gəlməlidir, N işlənməz, Y variantda səhvdir. 8-ci sualda there is no teacher or student on the third floor. Doğrudur elə. Birinci variantımız no or birləşməsində isimdən əvvəl artiklı verməyib, A variantı ilə doğrudur. Digər variantlara baxsaq, there is neither a teacher nor buradakı E yoxdur. B variantı ona görə səhvdir. There is neither teacher nor yenə. Burada da artikllar ixtisara düşdüyü üçün C-də səhvdir. There is no teacher or a student. No or birləşməsində deyirik, artikl olmayacaq. Yəni, neither nordan fərqli olaraq no or birləşməsində artikl işlənmir. Yəni, qeyri-müəyyənli artikl an olmur. There is not a teacher or student. Burada isə nədədir problem? Deməli, notdan sonra artikl işlənə bilər. Burada da artiklı verə bilərdik. Amma artikl olmadığı üçün Y variantında atırıq. 9-cu suala baxaq. He also didn't. Elə yenə baxan kimi görürük səhvi. Also didn't bir arada işlənməz. Also ümumiyyətlə inkar cümlədə işlənməz. A variantını atırıq. B variantında he made no nest for the birds too. Burada to var, burada no var. Bir arada işlənmir. C variantında he made a nest for the birds either. Demişdik either'ın, yəni Ayzənin xəbəri nədə olmalıydı? İnkarda olmalıydı. Bu isə burada təsdiqdə olduğu üçün C variantı da səhvdir. D variantında he didn't make a nest for the birds either. Dediyimiz qayda buradadır. Yəni xəbəri nədədir? İnkardadır. D variantı doğrudur. Y variantına baxsaq, no və neither ikisini bir arada görürük. Yanlışdır. İki inkar bir arada olmaz. 10-cu sualda they saw no sheep or goats in the mountains. Doğrudur. Heç bir səhv yoxdur. No or birləşməsi də özündən sonra isimləri verib. A variantı ilə doğrudur. Digərlərinin səhvinə baxaq. They saw neither sheep nor goat in the mountains. Bilirik ki, sheep onsuz da təki cəmeyni qalan isimlərdəndir. Burada deyək ki, bunu lap cəm olaraq götürmüş olsa belə, tək olsa qarşısına artikl olmalıydı. Cəm olsa artikl olmamalıydı. Nordan sonra goat burada təkdə olduğu üçün qarşısına artikl olmalıydı. B ona görə səhvdir.
C-nin səhvi hardadır? They didn't see neither. Aha, didn't və neither bir arada olmaz. Bir cümlədə iki inkar olmaz qaydasına əsaslanırıq. D variantında they didn't see sheep and goats in the mountains neither. Yenə neither və didn't bir arada işlədib olmaz. Y variantında they saw no sheep and goats in the mountains too. Aha, to'nu verib inkar cümləsinə, ona görə Y variantda səhv olacaq. Cavabımız olur elə A variantı. 11-ci suala baxaq. The farmer has a house and a garden. Aha, bu cümləni inkara çevirəndə necə çevirəcəyik? Neither orla çevirə bilərik və yaxud da no orla çevirə bilərik. Baxaq. The farmer has no house or garden. Aha, no or. Özündən sonra isimlərdən əvvəl artiklı verməyib. Doğrudur, A variantı ilə düzgündür. Digərlərinin səhvinə baxsaq. The farmer has not a house and a garden too. Aha, to'nu görən kimi notla işlənməz. The farmer has no house and a garden. No-nun qarşı tərəfi or olmalıdır. Yəni and işlənmir inkar cümlədə. C ona görə səhvdir. D variantında the farmer doesn't have house or garden. Burada səhv nədədir? Deməli, the farmer doesn't have a house or a garden. Yəni burada da bunların qarşısında article olmalıydı. D də ona görə səhv olacaq 11-də. Y variantında the farmer has neither a house or birincisi neither'dan sonra nor olmalıdır. İkincisi də burada da article olmalıdır. Yəni bunun iki səhvi də buradadır. Ona görə cavabımız olacaq elə A variantı. 12-ci suala baxaq, biraz bulanıq düşüb. Deməli, we need somebody's help. Bunu necə dəyişərik? We need not anybody's help. Aha. Burada səhv nədə olacaq? We don't need anybody's help. Çünki burada need deməli nə ilə işlənib? Əsas fe'l kimi işlənir və əsas fe'l kimi işləndikdən sonra bunun xəbəri düzəlməlidir don't ilə. Özündən sonra isim gəldiyi üçün, bu isim, yəni ismi birləşmə hesab olunduğu üçün ona görə deməli inkarı düzələcək don't-la, doesn't-la. Yəni köməkçi fe'llərlə düzəlməlidir. Bunun səhvi burada olur. B variantına baxsaq, we need not somebody's help. Samın törəmələri inkarda işlənmir, B-ni atırıq. C variantına baxsaq, we don't need somebody's help too. Yenə to'nu işlədib inkar cümləsində, yanlışdır. Həmçinin somebody də burada olmaz. We don't need nobody's help. Aha, iki inkar bir arada işlənib olmaz. Y variantına baxsaq, we don't need anybody's help. Bayaq dediyimiz qayda. Yəni A variantının düzgün versiyası Y variantıdır. Burada need əsas fe'l kimi işləndiyi üçün onun inkarı düzələcək don't vasitəsilə. 13-cü suala baxırıq. Hardly nobody, hardly və nobody bir arada işlənməz. Çünki hardly onsuz özü inkarlıq ifadə etdiyi üçün, bunun özü də inkar olduğu üçün bir cümlədə iki inkar olmaz. B variantında we did everything to help him and neither did you. Birinci tərəf təsdiqdədir. Amma ikinci tərəfin cavabını nə ilə qaytarıb? İnkarla. Biz bilirik ki, short answers dərsində, qısa təsdiq, qısa inkar cavablarda birinci tərəf təsdiqdəsə, ikinci tərəfdə təsdiqlə cavab qaytarmalıyıq. Yəni so ilə, to ilə, bunlarla, also ilə. İnkardasa inkarla, neither, either ilə cavab qaytarmalıyıq. İndi bura təsdiq, bura inkar olduğu üçün uzlaşmaz. B variantını atırıq. You needn't tomatoes to make this salad. Need fe'lindən sonra, need fe'li həm əsas, həm modal fe'l kimi işləndiyi üçün, əsas fe'l kimi özündən sonra isim gəlirsə və yaxud da özündən sonra to'lu məsdər gəlirsə, deməli bunun biz inkarını düzəldəcəyik yenə don't vasitəsilə. Don't, doesn't, didn't vasitəsilə. Burada özünlə düzəldirsə deməli modaldır. Modal fe'ldən sonra isə isim gəlməz. C variantı ona görə yanlış olacaq. D variantına baxsaq, Bill reads no books or magazines and Carol doesn't either. Burada fərq deməli səhv nədə olacaq? Burada çox kiçik bir nüans var. Ümumiyyətlə negativ dərsini işləyəndə çox qrammatik qaydalara fikir vermək lazımdır. Bir, üçüncü şəxsin təkindədir. Yəni he-dir, elə deyil. He-dir. Buradakı read yanında s yoxdursa, read formasında deyilsə, deməli bu keçmişdəki read-dir. Read kimi tələffüz olunur. Yəni bu olacaq past simple. Keçmişdə olmadı və mən bunun cavabını da nə ilə qaytarmalıyam deməli? Didn't ilə qaytarmalıyam. Bax, bunun səhvi buradadır. Çox incə bir detal var burada. Deməli, birinci tərəf keçmişdəsə, ikinci tərəf də didn't olaraq qaytarmalıyım, amma doesn't-dan qaytarıb. D-nin səhvi buradadır. Y variantına baxsaq, if you don't stay here, I'll not stay either. Doğrudur, burada heç bir fərq yox, yəni heç bir yanlış yoxdur. Ayzənin xəbəri inkardadır. Birinci tərəfdə də şərt budaq cümləsi kimi özünü göstərir. İnkardır, bir problem yoxdur. Y variantı olacaq doğru.
14-cü suala baxırıq. There was not an address and name on the letter. Baxırıq ki, deməli inkar cümləsidir. And-lə bağlamırıq, A variantını atırıq. B variantına baxsaq, there was no address or name on the letter. Aha, doğrudur. No or birləşməsidir. İsim gəlib, isimdən əvvəl də article dedi işlənməz. Buradakı kimi, ona görə B variantı doğru olacaq. Digərlərinin səhvinə baxsaq, there was neither address nor name. Aha, neither orada demişdik, nə olur? İsim sayılan təkcə qarşısında nə olacaq? Artikel olacaq, olmadığı üçün C səhvdir. There was not neither. Aha, not və neither bir arada işlənməz. There was no address or a name. Dedik ki, no or birləşməsində artikel işlənmir. Y variantı ona görə səhv olacaq. 15-ci suala baxaq. Alice and Helen are not eager to go somewhere tonight too. Aha. Dedik ki, notdur. Gördük ki, burada inkarda həm to var, həm də nə var? Samın törəməsi var. İnkarda işlənməz. A variantını atırıq. B variantına baxırıq. Either Alice or Helen are eager to go anywhere tonight. Aha. Burada either or ümumiyyətlə dedik, inkarda işlənməz. Burada isə nə var? Belə deyək də. Anywhere varsa, anywhere işlənməlidir inkarda. Yəni burada kontrast var qarşılıqlı şəkildə. Either or təsdiqdə işlənməlidir, anywhere isə inkarda işlənməlidir. Ona görə B variantı səhvdir. C variantında neither Alice nor Helen are hardly eager to go anywhere tonight. Aha, neither norla bağladıq deyək ki, burada ikinci bir inkarlığımız var. Bir cümlədə iki inkar olmadığı üçün, ola bilmədiyi üçün C variantını atırıq. D variantında neither Alice nor Helen is eager to go nowhere tonight. Yəni neither nor və nowhere bir cümlədə iki inkar olmaz. Y variantında neither Alice nor Helen is eager to go anywhere tonight. Aha, doğrudur. Neither norla bağlayıb anywhere-də dediyimiz kimi N və N-ün törəmələri sual və inkar cümləsində işləndiyi üçün burada da inkar cümlədə işlənib Y variantı doğrudur. 16-cı sual baxırıq. The boy didn't show any interest in his new toy too. Aha, didn't show inkardadır. To da burada bizə deyir ki, mən burada işlənə bilmərəm. B variantına baxırıq. I was told neither Joyce nor they know his right address no longer. Aha, bir cümlədə görünür neçə inkar var. Bir cümlədə iki inkar var. B variantı səhvdir. I never read or spoke Spanish then. Doğrudur. Burada heç bir problem yoxdur. İnkarlıq ifadə edir. Demişdik ki, orada and-in əvəzinə işlənə bilər. Cümlədə inkar cümləsinə ona görə C variantı doğru olacaq. Tom didn't his morning exercise regularly last week. Yəni, bayaq dediyimiz temaya uyğundur bu. Morning exercise, to do exercise ifadəsidir. Ona görə burada ikinci do'su olmalıydı. Yoxdur. D variantı ona görə səhvdir. He cannot hardly speak Spanish. Burada da cannot inkardır. Hardly inkardır. Bir cümlədə iki inkar olmaz. 17-ci suala baxırıq. Deməli, either David or his friends are excited at any exams. Either or, yəni dedik təsdiqdə işlənə bilər. N-i bəs burada nə işi var? N-də dedik bayaqki cümlə kimi inkarda işlənməlidir. A variantı ona görə yanlışdır. Neither David or his friends. Neither-nin qarşı tərəfi bir digər parçası demişdik. Nor olmalıdır. Or yox. Ona görə B səhv olacaq. Neither David nor his friends are excited at the exams. Aha, doğrudur. Neither nor ifadəsi bayaq, yəni bu B variantının düzgün versiyası C variantıdır. Digərinə baxsaq, məsələn D variantında nə var? Neither David nor his friends are hardly. Aha, neither nor bir cümlədə iki inkar var, olmaz. Y variantına baxırıq. Neither David nor his friends are excited at the exams too. To-nu görən kimi neither norla işlənməz. 18-ci suala baxaq. He met him no more. Aha, baxırıq ki, cümlənin əgər xəbəri təsdiqdə olsa belə, baxmalıyıq ki, cümlədə inkarlıq verən sözlər ola bilər. Bu no-nun törəmələri ola bilər. Daha sonra hardly ola bilər. Never ola bilər. N-nin törəmələri ola bilər. Yəni, bunlar əsasən işlənəcək, deməli, inkarlıq ifadə edərək. İnkarlıq ifadə edəcək bunlar cümlədə. Baxırıq indi. Neither did I. Elə doğru cavabımız bu olacaq. Met hansı feilin keçmişidir? Meet feilinin keçmişidir. Deməli, mən buna cavabı keçmişdə qaytarmalıyam. Və inkarlıq olduğu üçün inkar cümlə axtarmalıyam. Yəni, neither axtarmalıyam. So, işlənməz inkar cümlələrdə. Either'nin xəbəri inkarda olmalıdır. To da inkar cümlədə işlənməz. Y variantı ona görə səhv olacaq. 19-cu sualda baxırıq. Deməli, he doesn't live with his parents. Aha, yenə baxırıq. Doesn't nədir burada? İnkarlıqdır. Deməli, mən cavabı nə ilə qaytarmalıyam? Ya neither ilə cavab qaytarmalıyam, ya da either ilə cavab qaytarmalıyam. Atıram avtomatik sonu. Sonra burada to var. İnkar cümlədə işlənib atıram. Və struktur necədir? Neither, məsələn, deyirəm ki, məndə. Neither do I. Və yaxud da neither'in digər ekvivalenti budur. I don't either.
Yəni bunların işləmə qaydası budur. Neither cümlədə təsdiq köməkçi feildən əvvəl işlənəcək, either isə cümlədə inkar köməkçi feildən sonra işlənəcək. Deməli, ikisindən birini seçəcəyik cümlədə hansı varsa və cümlənin zamanına mütləq fikir vermək lazımdır. İndiki sadə zamandadır. Bu gördüyümüz kimi doesn't-dan düzəlib. Neither she does səhvdir, çünki does burada əvvəldə olmalıdır. Yəni struktur budur. Neither do I bu formada. Ona görə olacaq elə bu B variantında özünü göstərəcək. 20-ci suala baxırıq. I did not see him yesterday. Aha. Görürük ki, did var, keçmişdədir və inkardadırsa, mən yenə cavabı nə idi axtarmalıyam? Keçmiş axtarmalıyam və inkar axtarmalıyam. Sonu atıram. Deyə də to'nu atıram. Also var burada, inkarda işlənməz, yenə atıram. Cavab qalır ya C, ya da A. İndi baxırıq, demişdik, qayda necədir? Bax, bu qaydaya əsaslanmalıyıq. Neither Bill did yox. Neither did Bill olmalıdır. Cavabımız olur C variantı. 21-ci suala baxaq. She didn't like adventure stories in her childhood. Aha, yenə baxırıq. Zaman keçmişdədir və inkardadır. Nələrlə cavab qaytara bilərəm? Birinci çıxdaş eləyək olsonu. Sonra burada görürük to'nu. Ayzənin xəbər təsdiqdədir, atırıq. Neither did he olacaq. Yəni neither didn't olmaz, çünki bir cümlədə iki inkarlıq olmayacaq. Short answers dərsinə də əsaslanaraq. 22-ci sualda Our pupils couldn't speak English well last year. Aha, baxırıq, yenə inkardır və nə ilə ifadə olunub xəbərimiz? Could modal feilindən keçmişdədir. Keçmişdə inkarlıq var. İndi gəlin, çıxdaş eləyək, yenə sonu ataq buradan. To var, ataq. Olsunu da atırıq. Deməli, cavabımız qalır nə? Neither could theirs. C variantı doğrudur. A variantı niyə səhvdir? Çünki bunun xəbəri olmalıydı inkarda. 23-cü sualda They didn't enjoy themselves at all. Aha, yenə keçmişdədir və inkardadır. Atıram to'nu, atıram olsunu. Digərlərinə baxırıq. Neither did we. Elə cavabımız olacaq nə burada? Y variantı. We did olmaz. Did əvvəldə olmalıdır. D-ni atırıq. Didn't-la neither də bir arada işlənməz. B-ni atırıq. Bu qədər olur. 24-cü suala da nəzər salaq. Nobody has ever told me nothing about it. Nobody və nothing. Bir cümlədə iki inkar olmur. A variantını atırıq. Nobody never. Yenə bir cümlədə iki inkar var. Atırıq. No one has never. No one və never bir arada olmaz. Atırıq. Anybody has told me anything about it. Yoxsa nobody has told me anything about it. Aha. Cavabımız olacaq Y variantı. No'nun törəməsidir. İşlənəcək deməli inkar cümlədə işlənib bu. Onsuz da dedik ki, no və no'nun törəmələri işlənilən cümlələrdə xəbər necə olmalıdır? Xəbər təsdiqdədir. N'nin törəmələri də nədə işlənir? İnkar cümlələrdə. Elə Y variantını doğru götürürük. Yəni 2N-i bir cümlədə inkarlıq ifadə edə bilmir. Ona görə N işlədirəmsə, burada xəbər nədə olmalıdır? İnkarda olmalıdır. D variantı ona görə yanlış olacaq. Cavabımız olacaq Y variantı.